Bəli, bugün şəhid ailələr üçün qəmli keçdi, amma qiyamət günü bayram olacaq onlar üçün. Axırda kim sevinir, o sevinir. Həqiqi sevinci odur. Qiyamət günü şəhid məhşərə gələndə şəhid ailəsi üçün elə bir bayram olacaq ki, dünyanın heç bir sevinci ilə müqayisə olunmur. Onun balası İzzət tacı ilə, izzətli şəkildə məhşərə gəlib İmam Hüseynin huzurunda, dayananda, ailəsinin əlindən tutanda, onda doğrudan da şəhid ailələrdə bütün xalqımız da sevinəcək. Biz itki verməmişik, biz hər bir şəhidin timsalında qazanmışıq. Həm dünyada, həm ahirətdə qazanmışıq. Şəhidin ailəsinin məqamına baxın, Allah özü öz dili ilə deyir ki, hədisi qudsidir bu. Allah deyir ki, mən onun xəlifəsiyəm. Şəhid gedib, mən onun xəlifəsiyəm. Yəni ailənin başçısı bundan sonra mənəm, Allah deyir şəhid ailəsinin. Və kim şəhid ailəsini sevindirsə, məni sevindirib, kim onları qəzəbləndirsə, məni qəzəbləndirib.